Bugün Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzindəyik. Gənc istedadlara dəstək proqramı kimi peşə məktəbləri tərəfindən bitmiş və yaxud da ki, peşə məktəbində hal-hazırda oxuyan tələbələrə həm dəstək, həm də ki, ağır texnikası sahəsi üzrə yeni qoşulan professionalların yetişdirilməsi üçün müxtəlif addımlar atmağa çalışdıq və hal-hazırda bugünkü gündə də Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzi ilə memorandumu artıq reallaşdırdıq. Bundan sonra biz ortaq dual təhsil, yəni ikili təhsil sistemləri üzərindən həm praktiki, həm nəzəri dərslərin keçməklə yeni professionalları, yeni mütəxəssisləri istəyirik ki, öz sahəmizə qataq.